Bugün 27 Mart 2025-ci ildir. Kəlbəcərinin işğalının başlandığı gündən 32 il keçir. Ağdavan kəndinə hücum olunan gündən 32 il keçir. 93-cü ilin 27 Mart tarixində bu saatlarda Ağdavanda şiddətli döyüş gedirdi. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Ruhları şad olsun. Ülfət Kərimov, qəhrəman igid qardaşımız həmin gün Ağdabandan əhalinin və döyüş yoldaşlarının sağ-salamat çıxa bilməsi üçün canından keçdi. Həmin döyüşdə qəhrəman Ülfətin əskərlərindən Rasim Qəhrəmanov, Sənan İsmailov, Rizvan Aliyev və Kərəm Həşimov qəhrəmancasına şəhid oldular. Öz komandirləri ilə Ülfətlə bir yerdə Kəlbəcər uğrunda, Ağdavan uğrunda şəhid oldular. Allah hamısına rəhmət eləsin. Ruhumuz şad olsun əziz qardaşlarımız. Qarabağımız, Kəlbəcərimiz düşməndən təmizləndi. Torpaqlarımız azaddır.